İyun ayı, isti hava, bölgələrin gözəl vaxtı və Qurban Bayramı üçün verilən 4 günlük bayram tətili. Bayram günlərini fürsət bilənlər yol alacaqlar rayonlara. Bu da otellərdə sıxlığa səbəb olur və qiymətlərə təsir edir. Artıq əksər otellərdə yerlər rezerv olunub. Quba, Qusar, Xaçmazda 5 ulduzlu otellər həftə içi 100-150 manat, həftə sonu 250 manatdırsa, bayram günləri bu rəqəm 20-30% daha baha təklif olunur. Hazırda Şəki, Qax, Zaqatala bölgəsində qiymətlər 130-170 manat aralığında dəyişir. Cənub bölgəsində yerləşən otellərə də tələbat artıb. Demək olar ki, 70% artıq otaqlar olub. Deluxe otaqda 2 nəfər 70 manatdırsa, standart otaqda 60 manatdır. 3 nəfər eyni qaydada deluxe otaq 90 manatdır, standart otaq 80 manat. Ailəvi otaqlarda isə 4 nəfər 140 manat, standart otaqlarda isə 120 manatdır, səhər yeməyi daxil. Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, artıq Qurban Bayramında vətəndaşlar daha çox Qarabağa üz tuturlar. Hər kəs gedib öz həyətində və öz kəndində, elində, obasında qurban kəsməyi özünə bir borc bilir və ziyarət hesab edir. 4 ulduz otellər Xankəndidə bir gecəsi 2 nəfər üçün 100-120 manat, 5 ulduz otellər isə 150, 170, 200 manata qədər dəyişən qiymətlər mövcuddur. Şuşada olan qiymətlər 4 ulduz otellər 150, 200 manat, 5 ulduz otellər isə 250 manat, 350 manat arası dəyişən qiymətlər mövcuddur. Laçında belə deyək, 4 ulduz otellər qiymətləri 50, 70, 80 manat aralığında dəyişir. 5 ulduz otel isə hələ ki 100-150 manatdan təklif olunur. Təbii ki, Zəngilanda da fəaliyyət göstərən otel bir gecəsi 2 nəfər üçün 80-120 manat aralığında dəyişən qiymətlər mövcuddur. Ekspertlər bildirir ki, bayramdan sonra otel qiymətlərində ucuzlaşma müşahidə ediləcək. Ülkər Qasımqızı, Cabbar Qaryağdıoğlu, Xəzər xəbər.